Əziz yurttaşlar, Bağat avtosalonunun ikinci filanda sizlərlə Malibu 1-lərdən arxa filan qısqaca danışdırıb etməmiz. Malibu 1-imiz 2012-ci il oladı. 124.000 kilometr tutdu. Kraskesi 100% sazda. Maşınımızda metan qazaran ustanovki olan 4 tane boş lamba, işlərində çixol, polik həmmə nərsəsi təyyar maşınımız. Avtomat kırıp oladı Maşınımızın baxası 155 milyon. Maşının kilit təmənnəsi 62 milyon pul bərəsələ 5 milyon Türkiyədən 3 ilə kilitə çıxarıb verəmiz maşınımız. Maşınımız stasyonası çox. Bu Malibu 1-imiz mexanikə lüklü variant oladı. 2014-cü il oladı. Maşınımız 60.000 kilometr tutdu maşınımız. Maşınımız kraskiyası 100% sazdan maşınımız əli bir də etandan kürüş deməyə. Çok cisas sənədə tərəng vəc. Metan qazol son öfkə olan maşınımızda baxası 178 milyon. Gəlsənizdə üstündə yenə gəlsə boladı. 64 milyon pul bərəsilə 6 milyon 400-dən 3 ilə kilitə çıxarıb verəmiz maşınımız. Maşınımızda 4 tane boş bolaların taş alğanı işləri çixol polikdə çok cisas sənədə maşınımız. Bir variant. Maşınımızın saz sənəsi çox. Əziz yurttaşlar, kimə şimdi maşınla gərək pul adam olsa, Bağat avtosalonunun ikinci filandamız.